Salam. Hoş geldiniz benim yayınıma. Salam salam salam. Salam salam salam. Neyse. Başlayıram söhbət eləməyə. Deməli, nədən danışmaq istəyirəm? Əsas uzun müddətli fikirləşirəm ki, mən nədən danışım ki, şey olmasın belə. Ağıl vermək kimi olmasın ki, məsələ. Sadəcə olaraq məni narahat edən bir şey barədə danışmaq istəyirəm sizlə. Təbii ki, sizin də fikirləriniz mənə maraqlıdır. Altında yazarsınız fikirlərinizi və xüsusilə başqa ölkələrdə yaşayan insanların fikir yazmağını istəyirəm bu barədə ki, başqa yerlərdə necədir? Məsələn, Avropada, Amerikada, Afrikada buna necə münasibət göstərirlər və s. Deməli, mən fikir vermişəm ki, biz dünən bacımla da oturub söhbət eləyəndə bu barədə danışırdıq. Bizdə və bizim cəmiyyətdə yaşadığıma görə bunu daha çox təbii ki, burada təcrübədən keçirirəm. Ona görə bizdə deyə danışacağım. Bu xüsusi olaraq bizə vurmaq istəmirəm ki, biz beləyik. Yox, sadəcə olaraq təcrübəmə görə, yəni gördüyümü demək istəyirəm. İnsanlar hisslərini bölüşməkdən çəkinirlər. Yəni hisslərini bölüşmürlər. Nə mənada hisslərini? Demirəm ki, mən səni sevirəm, səndən ötürü ölürəm və yaxud səndən zəhləm gedir, nifrət edirəm. Bunu demirəm. Hiss elədiyi şeylər, o anda hiss elədiyi şeylər və yaxud nə bilim, mən özümdə bunu hiss elədim. Görəsən bu nə dərəcə düzgündür. Mənlə başlayan cümlələr əgər içində özünü tərifləmək yoxdursa, çox az belə cümlə eşidərik biz. Yəni məsələn, mən filan şey elədim, mən bura getdim, mən bunu aldım, mən buna bunu dedim, bu işi belə gördüm, mən burada uğursuz oldum. Bu okey. Amma belə bir şey yoxdur. Mən bunu hiss elədim ki, və yaxud mən belə analiz elədim bunu. Mən bu barədə belə fikirləşdim. Birdən mənim ağlıma gəldi ki, görürsən bu niyə belədir? Bu cümləni mən bəzən qadınlardan eşidə bilərsən, bəzən. Amma kişilərdən ümumiyyətlə bunu eşitmək mümkün deyil. Yəni sanki kişi özünü ifadə eləsə, özünün hissləri barədə danışsa, bu acizlikdir ya zəiflikdir. Amma bu zəiflikdirmi? İnsanın hisslərini ifadə eləməyi, hisslərinin arxasında dayanmağı. Məncə bu zəiflik deyil. Bu insan olmaqdır, insani bir şeydir. Və biz bəlkə də qorxuruq ki, məsələn, mən bunu deyərəm ki, mən belə hiss elədim, sabah bu mənə qarşı istifadə oluna bilər. İkinci bir məsələdə insanlar belə hiss edirlər, ya bunu duymurlar, belə hiss elədiklərini, o qədər ki, çevrilib öz içlərinə baxmırlar, ancaq qırağa baxırlar. Onlar bunu normal şəkildə çatdıra bilmirlər qarşı tərəfə. Məsələn, mən burada qısqanclıq hiss elədim öz həyatımda olan insana qarşı, məsələn. Amma bunu əgər desəm ki, mən qısqanclıq eləsəm burada, bu insan ya məni tərk eləyər, ya nə bilim, mən onun gözündən düşərəm, zəif görsənərəm və s. və ilaxır. Amma mən məsələn bunu hiss eləyirəm. Deyək ki, mən qısqanclıq hiss eləyirəm və bunu qarşı tərəfin bilməyini istəmədiyimə görə elə deyilmiş kimi davranıram. Güya ki, qısqanmıram. Deyirəm ki, tamam, məsələn, deyək ki, gecə çölə çıxır, bunu qısqanıram, istəmirəm, amma deyirəm ki, okey, sənə xoş əyləncələr. Amma içimdə belə hiss eləmirəm. İçimdə əsəbləşirəm, ya nə bilim, mane olmaq istəyirəm, ola bilmədiyim üçün özümü çox məyus, belə zəif hiss eləyirəm. Və bu mümkündürmü ki, sən özünə bu cür söz keçirəsən? Sən deyəsən ki, mən qısqanmamalıyam. Amma qısqanıram. Qısqanmayana qədər mən qısqanıram. Qısqanmayana qədər deməli, mən yalandan davranıram, saxtalıq eləyirəm və bu mütləq ki, başqa bir yerdə özünü göstərəcək, başqa bir yerdə mən aqressiyamı göstərəcəm.
özünü olduğundan daha yaxşı olduğuna inandırmaqdır bu. Bəlkə də mən belə olmamalıyam. Düzgünü budur. Düzgününü bilirsən, düzgününü bildiyin üçün də düzgün davranmağa çalışırsan. Amma çalışırsan, amma hələ orada deyilsən. Bəlkə də sən o qısqanclığı qarşı tərəflə bölüşərək və yaxud onunla söhbət eləyərək bir yerdə artıq bunun həqiqətən də bunun lazımsız olduğunu başa düşərsən. Ancaq o zaman sənin elədiyin o davranış düzgün və səmimi davranış ola bilər. Ora qədər elədiyin şey, nə qədər də niyyətin yaxşı olsa belə, qarşı tərəfdə yaratdığı hiss saxtakarlıqdır, güvənsizlikdir. Yəni hisslər elə bir şeydir ki, hissin sözlə, izahla, nə bilim, fiziki görüntü ilə bir əlaqəsi yoxdur. Sən deyirsən ki, mən hiss edirəm ki, mənə məsələn xəyanət edir. Sən bunu sadəcə hiss edirsən, sən bu barədə heç nə bilmirsən. Amma o həqiqətən də çox zaman ya sənə xəyanət eləyir, ya da xəyanət nədir? Xəyanət bir insanı səni aldatmaqdır, düzdür? Yəni saxta davranmaqdır sənə qarşı. Bu fərqi yoxdur da, qarşı cinsdən baş verir və yaxud işdə baş verir, dostluqda baş verir, ailə içi baş verir. Bir insanın sənə qarşı olmadığı kimi davranması, elədiyi bir şeyi gizlətməsi, sənin bilməyi istəməməsidir. Okey. O zaman bir insanın qısqanc deyilmiş kimi davranması da xəyanətdir. Yəni bunun nə fərqi var xəyanətdən? O zaman sən deyirsən ki, mən ona güvənmirəm. Nəsə o mənə güvənsizlik verir. Və onu izah edə bilmirsən. Sənə soruşurlar ki, neyinir ki? Sənə nəsə xəyanət eləyəndə tutmusan, hansısa bir yalanını tutmusan, ya nə bilim nəsə. Sən də qalırsan belə deyirsən ki, yox, bunların heç birisini tutmamışam. Və öz-özünü danlayırsan orada. Deyirsən ki, sən də ki, paranoyaksan, hər şeydə belə nəsə axtarırsan, filansan. Amma mən hissin aldadıcı olduğunu düşünmürəm. Yəni, məsələ hər zaman onun sənə kim nəsə xəyanət eləməyi deyil. Məsələ öz-özünə xəyanət eləyirsə, qarşı tərəf, yəni özü olmadığı kimi davranırsa, ürəyindən gəlmədiyi kimi davranırsa, özünü susturub, bastırıb, əsəbləşəcəyi yerdə yalandan gülürsə, o özünə qarşı xəyanət edir və özünə qarşı xəyanət edən insan elə bir hiss yayır ki, o sənə qarşı xəyanət elədiyini hiss etsin. Çünki sən saxtalıq hiss edirsən. Sən saxtalıq da nəyə gətirir? Sən deyirsən ki, bu insan saxtadırsa, bu insan hər şey eləyə bilər. Sən artıq burada nəyisə parçalara bölmürsən. Sən deyirsən ki, okey, bu saxta insandır və mən saxta insandan hər şeyi gözləyirəm. Ona görə də həqiqətən insanın özünü bir azca da olsa görüb, dəyərləndirib, yəni nəyə görə də mən özümü bu qədər qırağa atmalıyam? Mən özümü görmək, dəyərləndirmək və ifadə eləmək istəyirəm. Qarşı tərəf bunu istəyər, istəməz, sevər, sevməz, gedər, qalar. Bu bir şey dəyişmir, çünki o insan onsuz da gedəcək. Mən nə qədər ki saxta davranıram, nə qədər ki özüm kimi deyiləm, o insan onsuz da çıxıb gedəcək. Mümkün deyil ki, sən belə şeylərlə uzun müddət o insanı yanında saxlayasan. Həqiqətən də sən yaxşı niyyətdə ola bilərsən, bunun düzgün olduğunu düşünə bilərsən, amma sən bunu dərindən hiss eləmirsənsə, bunun heç bir mənası yoxdur. Məsələn, sənin deyək ki, onurğanda problem var. Sənin onurğan, məsələn, mən özümdən misal çəkim. Mənim onurğamda skalyoz var və bir yerə qədər gəlmiş skalyozdur və bu genetik bir şeydir bizdə. Və bu ortaya çıxmayıb mən uşaq olanda, fikir verilməyib buna və mən böyüdükdən sonra hamı mənə deyirdi uşaq olanda, belvi düz saxla, belvi düz saxla, belvi düz saxla. Mənim də ki, əgər gücsüzlük varsa beldə, avtomatik olaraq və boyum uzun olduğuna görə çiyinlərim aşağı düşürdü. Və mən uşaq olduğuma görə bunu heç o qədər ciddiyə almırdım da, vecimə deyildi. Amma böyüdükdən sonra, ekranda özünü görəndə və yaxud da hər hansı bir videoda, şəkildə özünü görəndə ki, biraz belə qozbel kimi dayanıram, belə görsənirəm, bu mənə ləzzət eləmədi. Mən dedim ki, mən həkimə getdim, fizioterapiyaya girdim filan. Orada dedilər ki, səndə əməl başda əyrilik var. Mən bunu qəbul elədim. Dedim ki, bu mənim hal-hazırda birdən-birə dəyişə biləcəyim bir şey deyil. Bu məndə var. Mən bunu qəbul edirəm ki, mənim onurğamda əyrilik var.
Ya mən bunu üsyan da eləsəm, mən bunu kimsə günahlandırsam da, genetikamı da günahlandırsam, bunun heç bir mənası yoxdur. Çünki bu var. Tamam. Bu var. Bunu ortaya qoyuram və bununla nə edə bilərəm? Bir müddət yoxladım. Sadəcə düz dayanmaq, çiyinlərimi düz tutmağım. Bu mümkün deyil. Sən mış kimi edirsən, sanki düzüymüş kimi edirsən, amma elə deyil. Sən çünki bir yerdən sonra yadından çıxır, yenidən belə olursan. Sonra dedim ki, bunu nəysə biraz dərindən işləmək lazımdır. Və pilatesə başladım. Yoga və pilates eləməyə başladım. Hardasa artıq 2 ildir aralıqlarla da olsa mən pilateslə məşğul olurum. Son vaxtlarsa ümumiyyətlə davamlı olaraq, yəni bunu artıq bir vərdişə çevirmişəm. Hətta eləməyəndə məndə artıq ağrılar olmağa başlayır. Və görürəm ki, yavaş-yavaş bu birdən-birə olan bilən bir proses deyilmiş də. Sənin onurğan möhkəmləndikcə sənin bel sütunun, yəni bilmirəm də, bu tibbi tərəfdən danışmaq istəmirəm, öz dilimə görə danışıram. Yəni belin möhkəmləndikcə sənin artıq çiyinlərin də avtomatik düzləşməyə başlayır. Yəni sən aşağını düzləşdirmədən, sən sadəcə yuxarını belə güclə, bütün gün gərgin halda özü belə saxlamaqla bu düzələn bir şey deyil. Sən bunu biraz dərindən, yavaş-yavaş, zaman verərək, səbirlə, qəbul eləyərək. Məndə belə bir şey yoxdur, mənim belim düzdür. Belə deyil. Yəni bunu kimi aldadırsan? Sən özünlə tək başına qalanda sən görürsən ki, nə qədər zəifdir səndə o tərəfin. Və mən düşünürəm ki, biz həyatda özümüzlə gəlmişik, özümüzlə də gedəcəyik. Ona görə də ən çox tərəfini tutmalı olduğumuz insan özümüzük. Ona və heç kimə görə özünü necəsə göstərməyə məncə ehtiyac yoxdur. İnsan özünü olduğu kimi qəbul edib, ifadə eləyə bildiyi zaman yaşaya bilər həqiqətən də. Və mən görürəm bunu ki, 30, 40, 50 yaşına gəlib insanlar. Onlar hələ də həyatında olan, çox yaxınında olan, həyat yoldaşına, dostuna, nə bilim, bəlkə bir yerdə ailəsinə belə özünü olmadığı kimi göstərir. Zəiflikləri var, güclüymüş kimi göstərir. Bu çox yorucudur. Bu qarşı tərəfə də çox yorur. Çünki bütün gün sual şairləri var. Çünki sən ötürdüyün hisslə elədiyin davranış üst-üstə düşmür. Mən bunu heç kim günahlandırmıram. Özümdə də bu var. Özümü də günahlandırmıram. Çünki biz biraz belə böyümüş insanlarıq. Hisslərimizin arxa plana atıldığı, görməzdən gəlindiyi bir şəraitdə böyümüşük. Heç kimə lazım deyildi, biz nə hiss edirik, bizim fikrimiz nədir bunun barəsində. Biz hər zaman gülməyimiz gəldiyi zaman gülməyimizi saxlamağa məcbur olaraq böyüdüyümüz uşaqlarıq. Mənim yadıma gəlir, uşaq vaxtı biz bacı ilə biraz çox güləndim, amma deyir ki, nə olub, nə qədər gülürsünüz falan, məsələn, evdə olanda, cəmaət eşitdi. Yəni, gülüşün belə güclə bizə verildiyi bir şəraitdə böyüyən uşaqlarıq. Mən heç birimizi qınamıram. Bir şey eləyirdin, oğlan uşağısan, bir davranış eləyərsən, sən iki kişidən elədiyin şeyə bax, ailə tərəfindən. Və yaxud, nə bilim, qızsan, nəsə eləyirsən, hə, iki qızsan, sən bu yaşında bunu eləyirsən və yaxud bu nə sözdür, bunu deyirsən, gülməyin gəlir, saxla, gülmə. Yəni, ona görə, indidən sonra ən azından, mən nə hiss eləyirəm, bunu hiss eləyirəm, bu çirkindir, bu gücsüzdür, bu zəiflikdir, bu çox cringe'dir. Olsun, bunu hiss eləyirəm. Mənə nə? İstəyirsən bunu qəbul elə, istəmirsən eləmə, çıx get. Mən hələ ki belə insanam. Tamam mı? Buyam. Bunun artığında məsələn məndən heç kim də gözləyə bilməz. Heç kimə də belə bir söz verməmişəm ki, mən sizin istədiyiniz kimi olacağam, sizinlə. Ona görə öz hisslərini ifadə etmək də zəiflikdir. Mən bunu istəyirəm, bunu düşünürəm, bu barədə görürsən mən niyə belə hiss eləyirəm. Burada nə var ki burada? İnsanların sözü qəlbətindən alırsan. Deyirsən ki, sən nə? Ancaq budur. O filan şey, bu filan şey, o bunu dedi, bu bunu dedi. Hə məni bədbəxt elədi, filan kəs mənə bunu elədi. Sən haradaydın orada? Harasındaydın o söhbətin? Sən niyə bu qədər özü tapdalıyırsan burada? Niyə bu qədər özü yox sayırsan? O söhbətin içində sən də varsan. Bir şey olunubsa icazə verən var orada.
Sən o yoxsa yox? İcazə verən kimdir? O hisslərini bastırdığın o maketdir icazəni verən, yoxsa sənsən? Ona görə də insanlar üçüncü şəxs kimi, öz həyatlarına üçüncü bir baxış kimi danışırlar. Özü onun içində görmür özünü, çünki onun içində deyil böyük ehtimalla. Çünki insan qısqanır və qısqanmırmış kimi davranırsa, başqa bir insan oynayır orada. Təbii ki, o özünə bir məsuliyyət orada hiss eləməyəcək. Yəni bu şeylər çox bir yerdən sonra yorucu mənə gəlməyə başlayır. Çünki qeyri-səmimilik çox hiss eləyirəm insanlarda. Bilmirəm kim nəyi niyə deyir, kim bunu deyir, bunu mu düşünür, bunu mu? Yəni ona görə biraz daha rahat olsaydıq, məncə çox daha yaxşı olardı. Kimin bizi qınayacağından qorxmadan. Belədir. Mən bunu istəyirəm, bunu deyirəm. Bunu bu belə olmalıdır deyə yox. Mən belə hiss eləyirəm deyə. Bəlkə də bacım demiş, ölənə kimi bu belə olacaq. Ölənə kimi mən başa düşməyəcəm ki, qısqanclıq mənasız bir şeydir. Başa düşməyəcəm bəlkə də bunu və beləcə ölüb gedəcəm. O da ola bilər. Amma ən azından dibinə qədər bunu hissi yaşayaram və qarşı tərəf də bilər ki, mən belə hiss edirəm bunun barəsində. Ona görə qalar ya da gedər. Çünki hər insanın da özünə uyğun bir insan var. Elə insan deyir ki, məni qısqansın, mən istəyirəm ki, məni qısqansın. Düzdür? Bu insana da bu uyğundur. Bəlkə sən qısqanclıq eləmirsən deyə o çıxıb gedəcək. Düzgün olan insan sənin həyatından, sənə görə düzgün olan insan. Məsələ düzgün deyə bir şey yoxdur. Mənə görə düzgün. Mənə görə nədir düzgün olan? Belə, bugün bu barədə danışmaq istədim və dediyim kimi çox xahiş edirəm. Öz fikirlərinizi bunun altına yazarsınız. Öz şikayətlərinizi, nədən deyinmək istəyirsinizsə bunları yaza bilərsiniz. Mən deyinməyə qarşı bir insan deyiləm. Əksinə toksik pozitivlikdən heç xoşum gəlmir. Yəni harasa bir insanla oturursan, iki kəlmə söz danışıb bir dərd yanmaq istəyirsən ya da bir şeyi bölüşmək istəyirsən, hə, yaxşı olacaq. Sən də şey eləmə, çox ciddiyə alma. Mən də bildirəm də bunu. Amma mən qoy ifadə edeyim də özümü. Qoy mən burada bunu hiss edirəm, qoy bunu deyim. Yox. Siz də deyə bilərsiniz. Rahat olun, çəkinməyin heç nədən, negativ falan da deyil. Yəni bu həyatın reallıqlarıdır. Gəlin burada həyatın reallıqlarını bölüşək bir-birimizdən, bir-birimizə dəstək olaq. Və dediyim kimi başqa ölkələrdə olan insanlar da varsa, zəhmət olmasa bunun altına mütləq öz şərhlərini bildirsizlər. Ümid edirəm ki, çəkib video. Ümid edirəm, çox ümid edirəm. Öpürəm sizi.